Azərbaycan Qarabağda qalan 11 Ermənistan vətəndaşını İrəvana təhvil verib. Qlobal İnfo xəbər verir ki, bu barədə Ermənistanın Əmək və Sosial Məsələlər naziri Arsen Tarasyan məlumat yayıb. O bildirib ki, rəsmi Bakı Qarabağda qalan 11 erməni və bir rusu İrəvana göndərib. Stat: Onlar Qarabağın 2023-cü ilin sentyabrında Azərbaycan nəzarətinə tam keçməsindən, əhalinin Ermənistana köçməsindən sonra orada qalıblar. Həmin şəxslər Ermənistan və Azərbaycanın səlahiyyətli orqanlarına müraciət edib və bu müraciətlər əsasında Ermənistan tərəfinə ötürülüblər. Statın sonu. Qeyd edək ki, 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Qarabağdakı silahlı birləşmə Ağbayraq qaldırıb. Daha sonra buradakı qondarma rejim özünü buraxıb. Rəsmi Bakının təkliflərinə rəğmən Qarabağdakı ermənilər könüllü şəkildə Ermənistana köçüblər. Onların bir qismi daha sonra Ermənistanı da tərk edərək xaricə üz tutub. Qarabağı tərk etmiş ermənilərin əksəriyyətinə Ermənistan pasportu verilib. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.